Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Keçmiş Qarabağ separatçılarının liderlərindən Vitali Balasanyan Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək Qarabağdan könüllü köçən ermənilərin geri qayıtması üçün kömək istəyib. Balasanyan məktubu elə bir vaxtda yazıb ki, Ermənistanda 2026-cı il seçkiləri yaxınlaşır. Keçmiş Qarabağ klanının rəhbəri Robert Koçaryan Moskvaya səfər edərək təlimatlarla geri dönüb. Yeni Sabah az xəbər verir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə qeyd edib. Ekspert qeyd edib ki, Balasanyanın dərdi ermənilərin Qarabağa geri qayıtması deyil. Balasanyanın dərdi ermənilərin Qarabağa geri qayıtması deyil. Sadəcə Kremlə mesaj verir ki, yenidən Qarabağ adı ilə birləşə və toparlanaraq Paşinyanın devrilməsinə nail ola bilərlər. Bunun üçün Putindən dəstək istəyir. Ümumiyyətlə, Vitali Balasanyan yaxşı bilir ki, ermənilərin bir daha Qarabağa geri qayıtması mümkün deyil. Ermənistanda siyasi hakimiyyət uğrunda Qarabağ məsələsi vasitə olaraq Koçaryanın rəhbərliyi ilə yenidən bir araya gəlir. Təbii ki, Rusiya Koçaryana və onun komandasına dəstək verəcək. Amma Qarabağ ermənilərinin geri dönüşü məsələsini Kremlin yadına salınmaqla, gələcək perspektivdə Azərbaycana qarşı bir təzyiq aləti kimi istifadə edilməsi nəzərdə tutulur. Ermənistanda 2026-cı il seçkiləri müxalifətin əvvəlki illərdən fərqli olaraq ciddi hazırlıq prosesinə başlayıb. Amma Ukrayna müharibəsində mövqeyi zəifləyəcəksə, Moskva Paşinyana ciddi təzyiq edə bilməyəcək. Ümumiyyətlə, Paşinyanın növbəti mərhələdə hakimiyyətdə qalması mümkün görünür. Təbii ki, force-major situasiyada Paşinyan onu əvəzləyəcək və planın olması istisna deyil, Əsədullazadə fikrini tamamlayıb.